Hürmetlik vatandaşım, leksimizi devamlaştırırız. Nöbetki leksimiz Amerika Koşmuş Ştatları ve Cungo'nun 10 neçe tane ayrıpılalları Tayvan boğazı asmırıda tirkeşti. Tayvan armiyası raketa koyup bir işe taslamaz kaldı. Mavzulu haber 9. ayının 18. günü ve tarbiyeti ilan kılın. Haber mundak başlan. 9. ayının 13. günü Tayvan rayını rəhbərləri Tsai Ing-wen Linko'ya berip hərbi kısımlarının 66. brigadası gözden köçürdü. Xəbərdar kişilər mındaq görsətdi. Vəziyyət şu vaxtı ciddiləşib getdi. Çünkü bu vaxtda Lənyu deniz ətrafıda Amerika deniz armiyasının raketa səplənən qoğluğu çöparxotu Cənubi denizdeki vəzifəsi boyunca çağrılaş elib berib atattı. Vəzifə tamamlap şimalgı Yaponiyaga hərbi bazı qaytış səfərdə turatdı. Bu hərbi parxot Cungo'nun 10 tane hərbi ayrıplanının başı deniz boğuzu tərəfə uçup kilovatqanlığını bayqab qalıb, ciddi hava müdafiəsi götüb, Amerika armiyası nəhayət ciddi halda Naba hərbi bazısının 8 tane F-15 belgilik hərbi ayrıplanı ve 2 tane RC-135 belgilik elektronik razvit qilish ayrıplanını havaga çıkarıp ciddi bir halatda Lənyu hava təvəligiga uçup kirdi. Yuqorqi qilingan dokladda mundaq ko'rsatildi. Tayvan hava armiyasi urush qilish markazi radar arqali bayqadiki şimal tarafdan köplegan nurluq noktalarning janub tarafdan Lənyu tarafga uçup kelayotganligini ko'rdi. Tayvan hava armiyasi qo'mondonligi hava armiya Hualyan harbiy bazasidan F-16 kurashchi aeroplanning hava ko'tarilib ciddi holatda turishiga buyruq berdi. Cənub və Şərq tərəfdə oxşaşda əhval görülgənlikdən Tayvan hava armiyası F-16 belgilik Jingo belgilik hərbi kurashchi aeroplanlardan 16'dan artıq aeroplanı havaga çıkarıp Tayvan hava təbəsi tərəfdə ciddi halatda götürülüşkə aldıraqsallıq qılmaslığı buyruq berdi. Əhvaldan xəbərdar kişilər mundaq görsətdi. Səhər saat 7:35 ötkəndə Azadlıq armiyanın hava saxçısı 200 belgilik razvit aeroplanı yuqarqı Jungo aeroplanlarına əgişib gəlməyən. Faqat başı boğuzuğa yaxın hava təvəlikində aylanıb yürügən. Azadlıq armiya Amerika hərbi aeroplanlarının Jungo aeroplan qruppusu qarab uçup kilovatqanlığını bayqab Su-35 belgilik aeroplanını havaga çıkarıp iki taraf Lənyu hava təvəlikində bir-biriga yaqinlab kelib taktikalik o'rin egallash bilan uçuş harakati qilib yuqori tuvanlik bo'yicha bəslashgan. Su-30 belgilik Jungo'nun aeroplanı xatardan özünü daldı qalib, nəticədə Lənyu 24 deniz mil rayına kirgan. Lekin Tayvan hərbi aeroplanlar havada ciddi halatda uçuş buyruğu tapşırıp aldı. Bu vaxtda Amerika hərbi aeroplanları bir-biriga yaqinlashib uçuş harakati elib berib, Azadlıq armiya aeroplanını bir qadam çekingan. Ciddi halatda nazorat qilish harakati elib borgan. Keyin iki tarafdan elektronik razvit aeroplanları şimal ve şərq qarab uçup ketgan. Şundan keyin Tayvan tarafdan Amerika Qo'shma Shtatlarining Jungo ve 3 tarafning harbiy aeroplanları havada xatarlik uçurishni oyoqlashtirgan. Bu yerda Amerikaning 8 tane kurashchi aeroplanı F-16 belgilik, 2 tane razvit aeroplanı 10, Xitayning aeroplanı, kurashchi aeroplanı 10'dan artıq, 10 dedim, 10 degan sanni chiqib tutaylik. Tayvanning havoga chiqargan aeroplanı 16. Demek qo'shib kelganda 10, 10, 20, Tayvanning 16, 36 tane harbiy aeroplan Lənyu degan yerning havo bo'shlig'ida bir-biri bilan uchrashdi. Balki xatarlik uchrashdi degan gap.
bu belki naiti ihtiyat kılgıdak iş bolışı mümkün. Endi burunga bu devletler kanda inkas kayturdu. Daha bayanat ola çıkmadı lekin haber çıkıp oldu. Bunun diken kanda kıldı. Yani haber kelse vatandaşlara yetkizimiz.